Salam əziz abituriyentlər, hər birinizə zehin açılığı arzulayıram. Vaxt itirmədən keçək dərsimizə. Bugünkü dərsimiz Azərbaycanda yayılmış iqlim tipləridir. Bilirik ki, Azərbaycan ərazisində 4 əsas iqlim tipi formalaşmışdır. Birincisi, yarım səhra quru çöl, təqribən Xəzər dənizi sahillərindən, yəni -27 metr hündürlükdən 600 metr hündürlüyə qədər dəyişir. İkinci iqlim tipimiz mülayim istidir, 600-800-dən 1000 metrə qədər, soyuq iqlimimiz 1000-2700 metr hündürlükdə, dağ tundra isə 2700 metrdən hündür ərazilərimizdə yayılmışdır. Birinci baxağın yarım səhra quru çöl iqlim tipinə. Yarım səhra quru çöl iqlim tipi ölkə ərazisinin təqribən 50%-nə qədər olan hissəsini əhatə edir və Xəzər dənizi sahillərindən, yəni -27 metr hündürlükdən 800 metr hündürlüyə qədər ərazilərdə yayılmışdır. Yarım səhra quru çöl iqlim tipi iki əsas iqlim yarım tiplərinə bölünür. Birinci yarım tipimiz qışı mülayim keçən yarım səhra quru çöl, yay isti və quru, qışı mülayim, yəni yumşaq keçən yarım səhra quru çöl. Buna bəzən quru subtropik iqlim də deyirlər. İkinci yarım tipimiz isə qışı yay isti, quru, qış ayları isə soyuq, şaxtalı, sərt keçən yarım səhra quru çöl. Buna isə subtropikin kontinentalı da deyirlər. Kontinental iqlim tipində iqlim sərt və soyuq olur. Birinci baxağın qışı mülayim keçən, yəni yumşaq keçən yarım səhra quru çöl iqlim yarım tipinə. Əraziləri qeyd etməmişdən öncə belə bir şey qeyd eləməliyəm ki, yarım səhra quru çöl, qışı mülayim keçən yarım səhra quru çöldə qış aylarının temperaturu mənfiyə düşmür. Yəni quru üzərində ən soyuq ay yanvar ayı hesab olunarkən, qışı mülayim keçən yarım səhra quru çöl iqlim yarım tipinin yayıldığı ərazilərdə qış aylarında ən soyuq temperatur mənfiyə düşmür. Müsbət 1, müsbət 3 dərəcə aralığında dəyişir. Ona görə də bu iqlim yarım tipinə biz qışı mülayim, yəni yumşaq keçən yarım səhra quru çöl deyirik. Yayıldığı ərazilərə baxaq uşaqlar. Samur Dəvəçi ovalığı, Xəzər sahilində Abşeron Qobustan, Cənub-Şərqi Şirvan, Salyan, Şirvan, Mil, Muğan, aşağı arazboy düzənliklərdən Cəyən İncə Hərəmi, Acnoxur düzü, Ceyran çöl düzü, Bozdağ silsiləsi, Mingəçevir Sambarının cənub hissəsində Qarabağ düzü, bu ərazilərdə bir də Gəncə Qazax düzü, Ceyran çöl tərəfdə. Bu ərazilərdə qışı mülayim keçən yarım səhra quru çöl iqlim yarım tipi yayılmışdır. Yağıntıların miqdarı 200-400 mm aralığında dəyişir. Yay ayları isti quru olduğundan, yay aylarında çaylar yaxud da çaylardan çəkilmiş kanallar vasitəsilə əkinçiliyi suvarma şəraitində inkişaf etdirilir. Keçən ikinci yarım tipimizə. Yayı isti, quru, qışı isə soyuq, yaxud da sərt keçən yarım səhra quru çöl. Qış ayları sərt keçdiyindən buna həm də subtropikin kontinental yarım tipi də deyilir. Çünki subtropikin kontinental tipində iqlim sərt və soyuq olurdu. Yağıntıların miqdarı da digərinə nəzərən daha aşağı olurdu. Burada yağıntıların miqdarı 200-400 qeyd olunsa da təqribən 350 mm aralığındadır. 350-yə qədər yağır və yayıldığı əsas ərazilər Naxçıvanın arazboyu düzənlikləridir. Qərbdən şərqə doğru saysaq Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Orduba düzənlikləri. Fərqli-fərqli mənbələrdə müəlliflərin qeyd elədiyi xəritələrdə bəzən Yayçı və Orduba düzləri demək soyuq iqlim tipinə aid olunur. İndi burada mən bunları bir-birindən qarışdırmayaq deyə ümumilikdə bütün hamısını, arazboy düzənliklərinin hər birini yarım səhra quru çölə aid etdim. Bir də qismən Talış dağlarının zirvələrində də, yüksək dağlığında da bu iqlim yarım tipi yayılmışdı. Yarım səhra quru çöllə bitirdik. Bu iqlim yarım tipi ölkə arasının təqribən 50%-ni əhatə edir. Keçən ikinci tipə. İkinci tipimiz mülayim isti iqlim tipidir. Mülayim isti iqlim tipi ölkə arasının təqribən 30%-ni əhatə edir və əsasən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında yayılmışdır. Bir şey də qeyd edeyim ki, mülayim isti iqlim tipi Naxçıvan ərazisində, ümumiyyətlə mülayim isti iqlim tipinin heç bir yarım tipi Naxçıvan ərazisində yayılmamışdır. Bundan öncəki qeydimizdə dedik ki, Naxçıvan ərazisi kontinentaldır. Kontinental olan yerdə mülayim isti iqlim formalaşmaz. İndi baxaq mülayim isti iqlim tipinin yarım tiplərinə. Mülayim isti iqlim tipi 3 əsas yarım tipə bölünür. Üzr istəyirəm. Qışı quraq keçən mülayim isti, yay quraq keçən mülayim isti və yağıntıları bərabər paylanan mülayim isti. Gəlin bunların yayıldığı ərazilərə baxaq. Qışı quraq keçən mülayim isti iqlim tipində qış ayları quraq keçdiyindən yağıntılar yayda yağır. Yayda yağdığına görə isə burada dəmiyə əkinçiliyi inkişaf etdirilir.
Ümumiyyətlə əkinçilik iki istiqamətdə inkişaf etdirilir. Suvarma və dəmiyə. Suvarma yağış yağmadığı dövrdə süni kanallarla, çaylarla aparılan suvarmadır, əkinçilikdir. Dəmiyə isə təbii yağış hesabına demək becərilən əkin sahələridir. Burada qış ayları quraq keçdiyindən yay ayları rütubətlidir və yay ayları rütubətli olduğuna görə də dəmiyə əkinçiliyi inkişaf etdirilir. Ümumiyyətlə qışı quraq keçən mülayim isti iqlim tipinə biz həm də yayı rütubətli keçən mülayim isti də deyə bilərik. Çünki yağış yayda yağır axı. Buna biz həm də yayı rütubətli keçən mülayim isti iqlim yarımtipi də deyə bilərik. Yaylığı ərazilərə baxaq. Böyük Qafqazın cənub-şərqi, Qanıq Əriçay vadisi, Kiçik Qafqazın dağətəyi və alçaq dağlığı. Yəni Kiçik Qafqazı kifayət qədər geniş bir ərazini əhatə edir bu iqlim yarımtipi. Yağıntılar isə yayda yağır. Yağıntıların miqdarı təqribən 400, 600, 700 mm aralığında dəyişir. Keçən yay quraq keçən mülayim istiyə. Yay quraq keçən mülayim istidə isə yay ayları quraq keçdiyindən yağıntılar qışda yağır və yay quraq olduğuna görə suvarma demək əkinçilik suvarma şəraitində inkişaf etdirilir. Yağış yağmırsa demək əkinçiliyi biz suvarma şəraitində inkişaf etdirəcəyik. Yağıntıların miqdarı eyni qaydada 600-800-dən Lənkəran ovalığında 1400-ə qədər artır yay quraq keçən mülayim istidə və onların yayıldığı ərazilər Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqinə həm də Füzuli və Xocavənd rayonları əraziləri deyirik. Lənkəran ovalığında və Talış dağlarında. Bu şəkildə olur yayı quraq keçən mülayim isti. Yayı quraq keçən mülayim isti iqlim tipinə həm də subtropikın Aralıq dənizi də demək olar. Subtropikın Aralıq dənizində də yağıntılar 600-700 mm olurdu. Temperatur 5-25 olurdu və yağıntı ilin əsasən soyuq dövründə düşürdü. Eynən bu iqlim yarımtipindəki kimi. Ona görə buna bəzən subtropikın Aralıq dənizi də deyirlər. Keçən üçüncü iqlim yarımtipimizə, mülayim istinin üçüncü yarımtipinə, sonuncu yarımtipinə. Yağıntıları bərabər paylanan mülayim isti. Yağıntıları bərabər paylandığına görə buna həm də rütubətli subtropik də deyilir. Bu oxşuyur dünyanın iqlim vilayətlərindən keçdiyimiz subtropikin bərabər rütubətlisinə. O da yalnız cənub yarımkürəsində yayılmışdı. Avstraliyanın cənub-şərqi, Cənubi Amerikanın cənub-şərqi və Afrikanın cənub-şərqi. Sadəcə bu iqlim yarımtipində də yağıntılar eynən bərabər yağıntılıdakı kimi bərabər olduğundan bunun da adını belə qoyublar. Bərabər yağıntılı mülayim isti. Yaxud da rütubətli subtropik. İl ərzində yağıntılar bərabər paylanılır və yayıldığı ərazilər qusar maylı düzənliyidir, yəni Quba-Qusar əraziləridir. Böyük Qafqazın cənub yamacıdır. Bir də Talış dağlarında yayılmışdı. Üçcə dənə ərazidə Qusar maylı, Böyük Qafqazın cənub yamacı və Talış dağlarında. Keçən növbəti iqlim tipimizə, üçüncü iqlim tipinə. Bu iqlim tipi soyuq iqlim tipidir. Soyuq iqlim tipi təqribən 1000-2700 metr hündürlüklər aralığında yayılmışdı və mülayim isti iqlim tipi kimi bu da 3 iqlim yarımtipinə bölünür. Qışa quraq keçən soyuq, yaya quraq keçən soyuq və yağıntıları il boyu demək bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yarımtipi. Birinci baxağın yay quraq keçən soyuğa. Yay quraq keçən soyuq yayılmışdı Naxçıvanın orta və qismən yüksək dağlığında. Yay ayları quraq keçdiyi üçün yağıntılar ilin soyuq dövründə düşür. Təqribən 400-600 mm aralığında demək yağıntı yağır. Keçən ikinci demək yarımtipə qışı quraq keçən soyuq. Qışı quraq keçdiyindən yağıntılar yayda yağır. Yağıntıların miqdarı 600 mm-dir. Naxçıvandan daha çoxdur və bu ərazilərə aiddir. Yan silsilə, Şahdağ silsiləsi, Murov dağın orta, qismən yüksək dağlığı, Qarabağ silsiləsinin bir hissəsi və vulkanik yaylanın bir hissəsi. Qismən də uşaqlar, Talış dağlarında kömürcü zirvəsinin ətrafında da yayılmışdır. İşarələdiyim təqribi ərazidə. Olduğu demək qışı quraq keçən soyuq. Keçək soyuq iqlim tipinin sonuncu yarım tipinə. Bütün fəsillərdə bol yağıntılı soyuq. Bu iqlim tipi yayılmışdır təqribən 1500-2700 metr hündürlük aralığında və yerləşir yalnız bir ərazidə. Böyük Qafqazın cənub yamacı. Yağıntıların miqdarı 1000-1600-1500 mm aralığında dəyişir. Azərbaycanda ikinci ən rütubətli ərazidir. Soyuq iqlimlə işimizi üzr istəyirəm. Soyuq iqlimlə işimizi yekunlaşdırdıq. Keçən sonuncu iqlim tipimiz olan dağ tundra. Dağ tundra iqlim tipimiz yerləşir ölkə ərazisində təqribən 2700 metrdən yüksək olan ərazilərdə. Bura aiddir.
Baş Qafqaz silsiləsi, Murov dağının zirvələri, vulkanik yaylanın zirvələri və Zəngəzur silsiləsi. 2700-dən çox olduğuna görə fikir verin, Talış dağlarında yoxdur. Talış dağlarının maksimum hündürlüyü 2493-dür. Kömürgöy zirvəsi. Bu şəkildə dərsimiz bu qədər. Azərbaycan iqlim tipləri. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Lazım olarsa istədiyiniz vaxt girin, təkrarlayın, baxın, testlərini yazın. Hər birinizə təşəkkür edirəm.